Salam dəyərli izləyicilərim. Bugün sizə Kürdaxanda yerləşən Cüngli meşəsini sizə təqdim edəcəyəm əzizlərim. Vallahi düz deyirəm. 6 sot torpağın içində yerləşən 3 otaqlı Cüngli meşəsi. Əziz izləyicilərim, bax bu gördüyünüz bu bağda o ağac, o meyvədən olmayan şey yoxdur. Baxın əzizlərim, bax badam ağacı. Bax zeytun, arxadakı zeytun, burada hərçəndə olmur. Nar ağacı. Bax bu cıqqılı alça, baxın yeni, bana da bax. Kameraman bunu xahiş edirəm çək. Bax bu balaca alçanı çək, körpə alçanı. Bax bu alma ağacı, üzüm, tarmad üzüm. Baxın əzizlərim, bax badamın yekəlinə baxın, baxın badam böyüklüyünə. Baxın, baxın badama da, onlar çəkəmsin. Bax görsən, badam ağacının böyüklüyünə baxın. Alça, heyva, bütün demək olar ki, əzizlərim, baxın hələ şaftalıya. Maşallah, bir ildə o qədər qəşəng bar verib ki. Baxın əzizlərim. Bax, hamısı şaqqıldaq gətirib. Alçanı görürsünüz, bax alçaya. Alça, heyva, bütün növ meyvə ağaçlarından, armud. Baxın, hamısında üstü doludur, maşallah. Allah bir il o qədər də verib ki, heyva ağacı. Bax, bu da yenə badam. Alça. Bax, bu gavalıdır, bax, bu gavalı, tanıyıram ağaçları. Baxın əzizlərim, ona tumtuş, lavaş qayırları, qırmızı alça ağacı. Bax bu tərəfdə yenə heyva, qoz ağacı, qara xartut. Əziz izləyicim, gedən evimizin içinə baxın, sonra hələ gedək sizə təqdim elədiyim bağın əsas məsələ evin arxasındakı bağdır. 6 sot torpa, vallah bu ağaçları əmələ gətirməyə. Bilirsiniz nə qədər, bu ağaçların birini elə 1000 manatdan gəlin hesablayağın elə. Vallah bu adam evi atır çölə. Yəni evi saymıram, ev bonusdur əzizlərim. Gəlin evi təqdim edim, sonra gidə arxadakı bağa baxalım. Bax, ev də əzizlərim, 3 otaqdan ibarətdir. Pis ev deyil. Keçin, baxın, xahiş edirəm. Əsl bağdır da, əzizlərim. Ümumi 3 otaqdır. Sanuz yerlərdəki yola ayrı-ayrılıqdadır. İndi də gedəyin evimizin arxasında yerləşən o bağ hissəni sizə təqdim edim əzizlərim. Əzizlərim, ağaçlara baxın, maşallah, hamısının üstü doludur. Baxın yenə xartut. Qırmızı xartutlar oluyor ondan. Baba bunlar da bu çay atırları it burnu deyirlər ha. Bu da ondandır. Bu yenə burada alçadır, bax, bu da ağ alçadır. Qırmızı alça, ağ alça. Gedəyin bağımıza baxağın əzizlərim. Əzizlərim, bu da evimizin arxa hissəsidir. Bu bağ hissəsidir yenə burada. Evimizin arxasına bax, baxın, görün nə boyda yaşlıqlar. Ümumi 6 sot torpağın içində yerləşir. Baxın əzizlərim, yəni bütün növ meyvə ağaçlarından, hamısından var burada. İnan ağaçlardan keçmək olmur, yəni o qədər. Baba bu hamısı bax əzizlərim. Bunlar qarağatdır. Bunlar təzyiqin dərmanıdır. Görsələr üstündə doludur. Baxın, 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 bax. Bunlar hamısı qarağatdır. Çünki mən yaxşı tanıyıram meyvələri. Bu heyvadır bu. Heyva. Bunlar alça əzizlərim. Görürsünüz. Bu hamısının üstü doludur. Yenə baxın alça. Baxın, bax hələ. Bax, o armuddur. Bax, bu yenə də, bunlar hamısı, bax, alça. Görürsünüz, hamısı pitraq kimi gətirir, maşallah. Çıx yuxarı görək, yuxarıda nə ağaçlar var. Bax, burada töyük saxlamaq üçün kənd evidir də. Görürsünüz, bax, hini. Bax, bu alma. Bax, bu əzizlərim, bu gavalıdır. Yetişib, bu da başqa sort gavalı. Tamına baxdım, o qədər qəşəngdir ki. Şipşirindir özə. Qoz ağacı, əzizlərim. Qiymət də çox gözəl qiymətdir. 36.500 manatdır.